Salam değerli abituriyentler. Bugün fizikadan birinci hissə nəzəriyyələrinin qısa təkrarından part 3'dəyik. Bu üçüncü videoda mən birinci hissə nəzəriyyələrini yekunlaşdıracağım. Sonraki videomuzda ikinci hissə nəzəriyyələrinin qısa təkrarını edəcəyik. Videoya keçməzdən əvvəl videonu bəyənib, şərh yazmağı və kanalıma abunə olmağı unutmayın. Keçən dəfə mexaniki rəqslər və dalğalara qədər gəlmişdik. O bölməni izah etdim. Daha sonra artıq mexaniki rəqslər və dalğalardan sonra təzyiq, aerohidrostatika, Arximed qüvvəsi gəlir, MKN, termodinamika, doyan-doymayan buxar və bərk cisimlər və mayelərin xassələri. Bugün bu 5 bölmənin nəzəriyyələrini qısa və sürətli şəkildə izah edəcəyim. Gələk təzyiq bölməsinə. Təzyiq bölməsindən nəyi bilməlisiniz? Təzyiq P hərfindən işarə olunur. Vahidi paskaldır. Paskalın açılışı Newton bölünsün metr kvadratına bərabərdir. Bunu bildikdən sonra başqa nələr bilməlisiniz? İki cür təzyiq var. Bərk cismin təzyiqi və mayələrin təzyiqi. Baxın, iki hissəyə ayrılam. Bərk cismin təzyiqi, bərklərin, bir də mayələrin. Bəs biz bunları necə bir-birindən ayırırıq? Baxın, bərk cismin təzyiqi deyəndə P bərabər F bölü S ilə tapılır. Mayələrin təzyiqi deyəndə P bərabər rho J H ilə. Buradan görürəm ki, bərk cismin təzyiqi, yəni P, S ilə tərs asıdır, F ilə düz asıdır. Lakin digərinə baxıram ki, mayələrin təzyiqi Rho-dan, J-dən, H-dan düz asıdır, lakin düsturunda səttin sahəsi yoxdursa, deməli səttin sahəsindən asılı deyil. Əsas burada çaşdırılan məqam odur ki, şagirdlər mayələrin təzyiqi deyəndə F bölü S ilə gedir, yanlışdır. Mayenin təzyiqi dedir, Rho J H ilə gedirsiniz və düsturda S olmadığı üçün də S-dən asılılığı yoxdur. F-ə gələndə isə F bərk cismin təzyiq qüvvəsidir. Bərk cismin təzyiq qüvvəsi F, mc ilə tapılır. Yəni, F-i yalnız mc ilə tapırıq. Digər tərəfdə isə F-i tapanda mayelərdə Rho J H S ilə və burada Rho-dan, J-dən, H-dan, S-dən düz asıdır. Bu bizim olduq mayələrin və bərk cisimlərin təzyiqi. Gəlir indi əsas məsələlərimizdən biri atmosfer təzyiqi. Atmosfer təzyiqi yer səthində 760 mm civə sütununa bərabərdir. Hündürlük artdıqca hər 12 metrdən 1 mm civə sütunu azalır. Biz də bunu tapmaq üçün belə bir ifadədən istifadə edirik. P bərabərdir. P0 plus minus H bölünsün 12. Baxın, əgər hündürlüyə qalxırsa, hər 12 metrdən 1 mm civə sütunu azalmır, onda mən yazıram ki, P bərabərdir. P0 sıx H bölünsün 12. Yox, əgər yer səthindən aşağı düşürsə, üstə gəlinə yazacağım. Çünki yer səthindən aşağı düşdükcə hər 12 metrdə 1 mm civə sütunu artmalıdır. Gəlirik tam təzyiq. Tam təzyiq P tam bərabər P0 üstə gəlinsin, Rho J H düsturu ilə tapılır. Baxın, bu P0 burada atmosfer təzyiqidir. Buradan suyun dibindəki tam təzyiqi tapa bilərsiniz. Təzyiq həmişə qabın ən üst səviyyəsindən hesablanır. Yəni, düşünün ki, burada əgər bizə belə göstərim də 2 dənə nöqtə veribsə, məsələn, qabın ümumi hündürlüyünü mənə H verib, bu hissəni. Və buradan tən ortadan bölüb qabı, bu nöqtədə təzyiqi soruşur, bir də burada soruşur. Baxın, iki nöqtəsinin təzyiqi ən üst səviyyədən H qədərdir. Yəni, P bərabər olur Rho J H. Lakin bir nöqtəsinin təzyiqi yenə üst səviyyədən hesablanır, olsun H bölü 2. Onda bir nöqtəsinin təzyiqini yazanda dibdən yox, üst səviyyədən olan hündürlüyə baxmalıyıq. Gəlirik Paskal qanununa. Paskal qanunu nədir? Maye və qazlara xaricdən edən təzyiq dəyişdirilmədən bütün istiqamətlərə bərabər ötürülür. Yəni P1 bərabərdir P2-yə. Burada təzyiqi manometrlə ölçürük, iş prinsipi Paskal qanununa əsaslanır, sıxlığı aerometrlə ölçürük, iş prinsipi Arximed qüvvəsinə əsaslanır. Paskal hansı cihazla ölçdüyümüzü biləndən sonra gəlirik Birləşmiş Qablar qanunu. Birləşmiş Qablar qanunu ilə P1 bərabər P2 deməkdir. Yəni P1 atsam Rho 1 J H1-lə, bərabər etsəm Rho 2 J H2-yə. Buradan görürəm ki, Rho ilə H bir-birinə vurulur. Yəni tərs asıdır. Rho 1-in Rho 2-yə nisbəti bərabərdir. H2-nin H1 olan nisbəti deməkdir. Yəni sıxlıqla hündürlüyü harda gördünüzsə, bir-birindən tərs asılı götürə bilərsiniz. Keçək indi hidravlik pres. Hidravlik pres sadə mexanizmdir. İş prinsipi Paskal qanununa əsaslanır. Bu da o deməkdir ki, təzyiqlər bərabərdir. Əgər təzyiqlər bərabərdirsə, təzyiqlərin nisbəti də 1-ə bərabərdir. İkinci olaraq, sadə mexanizm olduğu üçün statikadan bilirik ki, heç bir sadə mexanizm işdə qazanc vermir. Ona görə gördüyü işlərin nisbəti də 1-ə bərabər olur. Yəni iş görür, lakin qazancı yoxdur deyə işlərin və təzyiqlərin nisbəti 1 olur. Gəlirik Bernoulli qanununa. Axının kəsilməzlik tənliyi. Baxın, təzyiq harda? Deyim ki,
en kəsik sayısı harda kiçikdirsə, orada suyun sürəti böyükdür. Məsələn, bura S1 olsa, bura S2 olsa, yadınızda saxlayın ki, sürətləri müqayisə edəndə, məsələn, V1 ilə V2-ni, en kəsik sayısı böyük olan yerdə sürət kiçik olur. En kəsik sayısı kiçik olan yerdə sürət böyük olur. Bu da Bernoulli qanunudur. Bundan sonra keçə bilərik. İndi nəzəri olaraq bunları bilməlisiniz təzyiq bölməsindən. İndi keçək Arximed. Arximed, F Arximed bərabərdir, hamının bildiyi bir düsturu var. F Arximed bərabərdir, rho maye V batan J. Əlbəttə ki, buradan V batanı aça bilərik. M cisim bölünsün, rho cisimdən, vurulsun J ilə. Baxın uşaqlar, burada bir şeyə diqqət etməlisiniz. Baxırsınız ki, mayenin daxilində üzür demirsə, rho və J ilə gedə bilərsiniz. Amma şərtdə gördünüz ki, sizə deyir ki, cisim maye daxilində üzür. Üzürsə Arximed MJ ilə tapırsınız, bu qədər. Yəni, başqa heç bir hesablama etmirsiniz. Üzür sözü gördünüz, Arximed MJ ilə tapılır. Bu qədər. İndi gəlirik cismin mayedə batan hissəsinin həcmi var, onu necə tapırıq? Baxın, MJ-ni bərabər edirəm rho maye V batan J-yə. Buradan da MJ-ni açıram, rho cisim V cisim J bərabərdir rho maye V batan J-yə. Buradan J-lər gedir. Cismin mayedə batan hissəsinin həcmi V batan bölünsün V cisim bərabərdir. Rho cisim böl rho maye alıram. Baxın uşaqlar, sizə verir ki, cismin 3/1 hissəsi suya bataraq üzür. Bu 3/1 nədir? 3 ümumi həcmidir, V cisimdir. Bir də batan hissədir. Yəni elə V batan böl V-nin yerinə 3/1 qoyub, rho cisim böl rho mayeyə bərabər edirsiniz. 3/1-i batıbsa nə qədər kənarda qalar? 3/2. 3/2-si. Yəni batan hissəni öyrənin, batmayan onsuz da tapmaq asandır. İkinci olaraq, məsələn, suyun daxilində Arximed qüvvəsindən düsturları necə çıxardırıq? Birini göstərəcəm. Məsələn, deyir ki, gərilmə var. Qab var və bu qabın içərisinə bir dənə cisim asmışıq. Belə göstərim. İndi burada da maye var da. Bu cismə təsir edən gərilmə qüvvəsini istəyir. Baxın, qüvvələri göstərim. Aşağı MJ, yuxarı F Arximed, bir də yuxarı bir T gərilmə olur. Onda T ilə F Arximedi toplayaram. Bərabər edərəm MJ-yə. Buradan T-ni tapanda MJ-dən çıxaram F Arximedi, yəni rho maye V batan J-ni. İstəsəm V batanı buradan açaram. MJ çıxılsın, rho maye vurulsun. M bölünsün, rho cisim vur J. Buradan da MJ-ni möhtərizə xaricdən çıxartsam, baxın, gərilmə üçün aldım düsturu. 1 çıxılsın, rho maye bölünsün, rho cisim. Bu bizim oldu gərilmə qüvvəmiz. Gələk indi, məsələn, təcillə düşmə məsələləri var. Orada necə edirik? Məsələn, cismin var. Birini göstərəcəm. Məsələn, A təcillə aşağı düşür. İndi aşağı MJ-dir, bunu bilirəm. Yuxarıda F Arximeddir. Böyük qüvvə həmişə təcillə eyni istiqamətdə olan qüvvədir. MJ təcillə eyni istiqamətdə olduğu üçün böyükdür. MJ-dən çıxıram F Arximedi, bərabər edirəm M-aya. Buradan da baxın indi. MJ-ni saxlayaram. F Arximedi rho maye vurulsun, M bölünsün, rho cisim vur J ilə açıram, bərabər edirəm M-aya. Hər tərəfdən M-lər gedir. Onda A-nı nə tapıram? J vurulsun, J-ni möhtərizə xaricdən çıxartdım. 1 çıxılsın, rho maye bölünsün, rho cisim. Qalanların da hamısı, baxın, düsturların hamısı şəkildən gəlir. Yəni, şəkil çəkirsiniz, qüvvələrinizin istiqamətini göstərirsiniz və tapırsınız. Bu şəkildə tapırıq. Gələk indi, bir də var ki, ola bilər ki, tam təzyiq istəsin. Tam təzyiqi, daha doğrusu cismin mayedəki çəkisini istəyə bilər. Cismin mayedəki çəkisi P bərabər P0 çıxılsın F Arximeddir. Buradan P0 MJ ilə açırsınız. F Arximed də rho maye vurulsun, M bölünsün, rho cisim vur J ilə. Buradan da MJ-ni möhtərizə xaricdən çıxardırsınız. 1 çıxılsın, rho maye bölünsün, rho cisim alıram. Təzədən MJ-in yerinə bir də P0 qoya bilərsiniz. P0 vurulsun, 1 çıxılsın, rho maye böl, rho cisim. Bu da cismin mayedəki çəki düsturudur. Diqqət edin. Baxın, məsələn, rho mayeni artırsam, çıxılanı artırıram. Onda çəkim azalır. Yox, rho cismi artırsam, məxrəci artıranda bu ifadə azalır. Çıxılanı azaldıramsa, təzyiq artmalıdır, çəki artmalıdır. Bunu yadınızda saxlayın. Bunu da grafikini çəkmək istəsəm, baxın, məsələn, çəkinin rho mayedən asıllığını çəkəndə, mayenin sıxılığını artıranda çəki azaldığı üçün belə olur. Cismin sıxılığından asıllığı isə düz asılı olur. Rho cisimdən, baxın, belə bir düz asıllıq çəkə bilərəm. Keçək indi növbəti sualımıza, yəni növbəti hissəmizə. Arximed qüvvəsindən bu qədər. İndi gəlirik
Arximed qüvvəsindən sonra gələn mövzu MKN. MKN-də siz əsas nəyi bilməlisiniz? Molekulyar kinetik nəzəriyyədə əsas anlayışlar var. Bunlardan bizə əsas lazım olanlar bir maddə miqdarıdır, nüdür, M böl bölgəmlə tapılır və ya M bölünsün NA ilə, vahidi 1 mola bərabərdir. Bir də əsas molyar kütlədir. Ya tapırsınız M bölünsünlüklə, ya da M bərabər M0 NA ilə, vahidi də elə buradan çıxır. Kiloqram bölünsün mola bərabərdir. Bir də burada konsentrasiya. M bərabərdir, vahid həcmdəki molekulların sayıdır. M böl V və ya M bərabər rho bölünsün M0 ilə tapılır. Vahidi də 1 bölünsün metr kubudur. Əsas, baxın, bilməli olduğunuz əsas kəmiyyətlər bunlardır. İndi keçək nəyə? Molekulların Clausius tənliyi var. Clausius tənliyi də yazırıq P bərabərdir 3/1 rho v kvadrat. Qalan hamısı buradan gəlir. Baxın, 3/1 rho v kvadrat yazdım. Buradan 3/1-i saxlayaram. Rho-nu NM0 ilə açaram. V kvadrat. NM0 hardan gəldi? Baxın, bu düsturdan. Rho-nu tapdım. İstəsəm də MV0 kvadratın yerinə 2 kinetik qoysam 3/2 N kinetik alaram. Baxın, bu Clausius tənliyidir. Burada təzyiq bu düsturda gördüyünüz bütün kəmiyyətlərdən hansıdır. Gəlirik orta kvadratik sürət. Orta kvadratik sürət tapmaq asandır. Bir dənə kinetik enerjinin düsturunu deyim burada. Kinetik enerjinin düsturu bir M0 V kvadrat böl 2 var. Bir də yeni bir düsturu var. 2/3 KT. İndi bu iki ifadənin bərabərliyindən orta kvadratik sürətimə düstur alıram. Kök altında 3 KT bölünsün M0. Sonra 3 bu düstur var ya, 3/1 rho v kvadratı. Buradan V'ni tapsam, alıram kök altında 3P bölünsün rho. Buradan da rho'nun yerinə M böl V qoysam və sürətə qalxar alaram 3PV bölünsün M. Bu şəkildə bir dənə də düstur var. V bərabər kök altında 3RT bölünsün böyük M. Baxın, orta kvadratik sürətin əsas düsturları bunlardır və düsturunda gördüyünüz bütün kəmiyyətlərdən orta kvadratik sürətin asıllığı var. Keçək indi temperatur haqqında bir şey deyim sizə. Baxın, istilik mübadiləsi deyəndə temperatur həmişə isti cisimdən soyuq cismə verilir. Tutaq ki, 2 cisim var. A cismi, B cismi. A-dan B-yə ox göstəribsə, bu deməkdir ki, B-nin temperaturu A-dan kiçikdir. Niyə kiçikdir? Çünki temperaturu çox olan öz istiliyini az olana verir. Az heç vaxt öz temperaturunu istiyə verə bilməz. İsti öz temperaturunu soyuğa verir. Ona görə əgər oxu gördünüz ki, bir cisimdən digərinə də ox hansına gedirsə, onun temperaturu azdır deməli. Temperatur da T hərfindən işarə olunur, vahidi Kelvindir. Keçək indi MKN-nin əsas izoproseslərinə. MKN-də ideal qaz qanunları 3 dənədir. Birinci izotermik prosesdir. İzotermik. İzotermik prosesdə T hərfindən yadınızda saxlaya bilərsiniz. T konstantdır. Ümumiyyətlə, bu proseslərin hər birində kütlə sabitdir. M konstant olur. İzotermik prosesdə qrafikləri necə tapırıq uşaqlar? Yazırsınız. PV bərabərdir nÜRT. T sabitdirmi? P ilə V onda necə asılı olar bir-birindən? P-nin V-dən asılılığı tərs asılı. Yazıram P bərabər NKT. T sabitdir. P ilə N necə asılı olar? Düz. Amma bunu da deyim ki, konsentrasiyada sıxlıq da bunlar düz asılı olur bir-birindən. Həcmdən isə tərs asılı olurlar. Çünki təzyiq həcmdən tərs asılıdır. Bu oldu bizim izotermik proses. Boyle-Mariotte qanunu. 2. İzobar. İzobar prosesdə P konstantdır, yenə kütlə dəyişmir. Yazıram PV bərabər nÜRT. Baxın, P konstant olanda V ilə T necə asılı olar bir-birindən? Bölünür düz. Yəni biz burada qrafiklərin hamısını ancaq düstura görə gedirik. Yazıram ki, P bərabər NKT. Buradan baxıram, P sabit onda N ilə T tərs asıdır, sıxlıqla da. Rho N, T-dən də V-dən də tərs asıdır. Gəlin indi 3. İzoxor. İzoxor prosesdə həcm sabitdir, V konstantdır. Həcm sabit olanda isə PV bərabər nÜRT-yə görə, həcm sabit isə P ilə T düz mütənasib asılı olur bir-birindən. Lakin konsentrasiya və sıxlıq nə temperaturdan, nə təzyiqdən asılı olmur. Deyə bilərsiniz niyə? Uşaqlar, qabın ağzı bağlı olanda həcmi dəyişmir. Həcm dəyişməyəndə nə çöldən qabın içərisinə yeni molekul gələ bilmir, nə də hər hansısa bir molekul çölə çıxa bilmir. Ona görə də konsentrasiya dəyişmir. Və yaxud belə də bir məntiqlə baxa bilərsiniz. P bərabər NKT yazdınız. Təzyiq artanda temperatur da artır.
Bu ikisi artırsa konsentrasiyanı tapanda P bölünsün KT-dir da. Təzyiq nə qədər artırsa temperatur da o qədər artır. Bir-birlərini tarazlaşdırırlar, konsentrasiya dəyişmir. Konsentrasiya dəyişmirsə sıxlıq da dəyişmir. Bunun da əsas səbəbi nədir? P bərabər ρRT bölünsün M-dir. Məsələn, burada mən ρ-nu tapanda nə alıram? P-n bölünsün RT. Fikir verirsiniz, P-ni artıranda T də artır. P 2 dəfə artırsa T də 2 dəfə artır. Yenə bölünürlər, nisbət dəyişmir. Yəni sıxlıq dəyişməz qalır. Belə yadınızda saxlaya bilərsiniz. Bir də var proseslərin adlandırılması. Əgər temperatur artırsa bu proses olur qızma. Əgər temperatur azalırsa bu proses olur soyuma. Əgər həcm artırsa proses olur genişlənmə. Əgər həcm azalırsa proses olur sıxılma. Bu şəkildə qaz qanunlarımızı tapırıq. MKN-dən də əsas bilməli olduğunuz məqamlar bunlardır. Bir də qərarlaşmış təzyiq var. P qərarlaşmış bərabərdir P1 V1 üstəgən P2 V2 bölünsün V1 plus V2 şəklində tapa bilərsiniz. MKN-dən də bu qədər. Keçək onda termodinamikanın əsaslarına. Termodinamikanın əsaslarında birinci bilməli olduğunuz məqam daxili enerjinin düsturlarıdır. U bərabərdir 2-də 3 PV və ya 2-də 3 nRT. 2-də 3 nRT. Uşaqlar, işi də elə burada deyirəm. İş də sadəcə 2-də 3-süzdür. PV, nRT. İndi bunların bölündə delta T'lər də olur. Onlara da gələcəm. Aha, baxın, daxili enerji, iş. İndi nünü də oradan aça bilərsiniz. Kiçiyin bölünsün, böyüyün, vur RT ilə. İndi daxili enerjidə, işdə, düsturlarında gördüyünüz kəmiyyətlərdə nasıldır? İşə diqqət edin. Əgər P-nin V-dən asılılıq qrafiki verilibsə, qrafikin altda qalan fiqurun sahəsi sizə işi verir. 2 dənə iş var. Qazın gördüyü iş, xarici qüvvənin gördüyü iş. Qazın gördüyü iş aştırıqla göstərilir. Xarici qüvvənin qaz üzərində gördüyü iş A ilə göstərilir. Bir şeyə diqqət edirsiniz. Qaz əgər özü müsbət iş görürsə, xarici qüvvə mənfi iş görür. Qaz özü mənfi iş görürsə, xarici qüvvə müsbət. Bəs mən hardan bilirəm? Baxın uşaqlar, həcm artırsa, qaz özü müsbət iş görür. Həcm azalırsa, qaz mənfi iş görür. Bunu yadınızda saxlayın, xarici qüvvədə bunun əksidir. Qazın özünün müsbət iş gördüyünü həcm artanda bilirsinizmi? Onda xarici qüvvə mənfi iş görəcək. Qazın özü həcm azalanda mənfi iş görmür. Onda xarici qüvvə müsbət iş görəcək. Lakin gördünüz ki, həcm sabitdir. Deməli iş görülmür. A bərabər 0. Bunu heç vaxt unutmayın. Əgər həcm sabitdirsə, iş görülmür. Əgər temperatur sabitdirsə, daxili enerjinin dəyişməsi 0-dır. Delta bərabərdir 0. Daxili enerji temperaturla demək olar ki, ikiz kəmiyyətlərdir. Yəni temperatur artırsa daxili enerji də artır, temperatur azalırsa daxili enerji də azalır. Sabitdirsə daxili enerji də sabitdir. İndi gələk termodinamikanın birinci qanununa. Termodinamikanın birinci qanununa keçməmişdən əvvəl yadıma düşdü, istilik miqdarını izah edin. İstilik miqdarı Q hərfindən işarə olunur. Cismin ətrafı verdiyi və ya aldığı enerjinin miqdarına deyilir. Sm delta T ilə tapılır. S burada xüsusi istilik tutumudur. Müxtəlif növləri var. Q bərabər Lm yaza bilərəm. Burada L xüsusi buxarlanma istiliyidir. Yaza bilərəm Qm. Burada Q xüsusi yanma istiliyidir. Və yaxud da yaza bilərəm Q bərabər lambda M. Burada lambda xüsusi ərimə istiliyidir. Burada gördüyünüz xüsusilər, adında xüsusi gördüyünüz kəmiyyətlər yalnız maddənin növündən asılıdır. Bir dənə L temperaturdan da asılı olur, tərs asılı olur. Qalan bütün kəmiyyətlər yalnız maddənin növündən asılı olur. Amma bu külər, biri yanma istiliyi deyilir, biri ərimə istiliyi deyilir, birinə buxarlanma istiliyi deyilir, fərqi yoxdur. Üçündə də kəmiyyət eyni kəmiyyətdir. Enerjinin miqdarıdır. Qeyd edim ki, burada düsturunda gördüyünüz bütün kəmiyyətlərdən asılılığı var. İndi keçək daxili enerjidə termodinamikanın birinci qanunun dəyişməsinə. Termodinamikanın birinci qanunu delta bərabərdir Q üstəgəl A-dır. Və yaxud da Q çıxılsın aştırıqdır. Buradan əgər istifadə etsəm, birinci, izotermik prosesdə T konstantdırsa, daxili enerjinin dəyişməsi 0 olur. Delta 0-dırsa, Q bərabər olacaq aştırıq və yaxud da mənfaya. Yəni, əgər sizə deyirsə ki, cismə 100 jol istilik miqdarı vermişəm və 100 jolda işin görülməsinə sərf olunub, istilik miqdarı da iş bərabərdirsə, deməli delta 0-dır, izotermik prosesdir. 2. V konstant. V konstant olanda bilirik ki, həcm sabitdir. Həcm sabitdirsə, iş görülmür. A sıfırdırsa, delta ilə Q-yə bərabərdir. Üçüncü, izobar proses. İzobar prosesdə heç nə sıfır olmur. P konstant olanda heç bir kəmiyyət sıfır olmur. Biz bunu belə tapırıq. Məsələn, tutaq ki, mən delta U nəyə bərabərdir? Q üstəgəl, Q çıx aştırıqdır da. Q-nü tapanda delta U-nun üzərinə aştırıq gəlməliyəm.
Deltona yazsam ki 2-də 3 PV. H-da yazsam ki PV. Bu mənə verəcək 2-də 5 PV. Bunu da işlə əvəz edəndə baxın. Buradan tapıram ki A bərabərdir 0,4-2. Əgər 0,4 hissəsi işin görülməsinə sərf olunubsa, yerdə qalan 0,6 hissəsi isə daxili enerjinin dəyişməsinə sərf olunub. Bunları da bir-birinə böləndə delta bərabər olur 1,5 H-ə. Yəni bu asıllıqları bilərək də sizə verilən kəmiyyətləri rahatlıqla tapa bilərsiniz. Termodinamikada başqa nə var? Başqa bunları dedikdən sonra, məsələn var ərimə. Ərimə prosesində, qaynama prosesində, bu proseslərdə cismin temperaturu dəyişmir. Bunu unutmayın. Cism əgər istilik miqdarını alırsa, daxili enerjisi artır. İstiliyi verirsə, daxili enerjisi azalır. Sonra gəlir məsələn buxarlanmanın sürəti. Buxarlanmanın sürəti nədən asılıdır? Maddənin növündən, temperaturdan, hava cəryanının sürətindən, bir də səthin sahəsindən. Yəni mənim qabımın açıq səthi nə qədər böyük olsa, orada buxarlama daha sürətli gedəcək. Məsələn baxın, biz uşaq vaxtı stəkanda çayı süzürdülər, amma çox qaynar olduğu üçün nə edirlər? Nəlbəki də verirdilər bizə. Niyə? Çünki nəlbəkinin səthinin sahəsi geniş olduğu üçün orada buxarlanma daha sürətli gedir. Ona görə də çay daha tez soyuyurdu. Bu da baxın buxarlanmanın sürətinin səthin sahəsindən asılı olmasına aid ən sadə nümunələrdən biridir. Keçək indi termodinamikadan məncə bir çox şeyi dedim. Başqa bir şey qaldığını düşünmürəm. Yadımdan çıxmış bəzi şeylər ola bilər, amma sürətli şəkildə üstündən keçdik. Gələk indi. Doyan və doymayan buxar, nisbi rütubət. Doyan, doymayan, konkret mən sizə deyəcəm bu nəzəriyyəni yadınızda saxlayın, vəsiyo. Baxın, doyan, doymayan buxarda əsas doyana öyrənməlisiniz. Çünki doymayan onsuz ideal qaz qanunlarına tabedir. Yəni izotermik, izobar, izoxor proseslər burada keçərlidir. Doyan buxarda sizdə 2 qayda var. Bir, temperatur sabit ola bilər. İkinci halda həcm sabit ola bilər. Yadınızda nəyi saxlayırsınız? İstəyir temperatur sabit olsun, istəyir həcm. Temperatur sabit olanda buxarın kütləsi həcmlə düz asılı olur. Həcm sabit olanda buxarın kütləsi temperaturla düz asılı olur. Burada əsas məqam nədir? Temperaturla P, Rho, N-i eyni kəmiyyət kimi düşünməlisiniz. Əgər temperatur sabitdirsə, P, Rho, N həcmdən asılı olmur. Buxarın kütləsi həcmdən düz asılı olur. Buxarın kütləsi həcmdən düz asılıdırsa, mayeninki avtomatik tərs asılı olur. Həcm sabit olanda, onda temperatur dəyişir da. Onda P, Rho, N temperaturdan kvadratik düz asılıdır. Buxarın kütləsi də temperaturdan düz asılı olur. Baxın, bu şəkildə sadəcə doyandan bunu yadınızda saxlamalısınız. Əgər temperatur sabitsə, P, Rho, N də dəyişmir. Buxarın kütləsi həcmdən düz asılıdır. Temperatur artırsa, P, Rho, N də artır. Buxarın kütləsi də yenə düz asılı olur. Bunu yadınızda saxlayın. Doyan doymayandan nə qrafik düşsə yaza bilərsiniz. Keçək indi. Doymayan buxar ideal qaz qanunlarına tabidir. Ona görə onu heç demirəm. Nisbi rütubət. Bir var mütləq rütubət, bir var nisbi rütubət. Mütləq rütubət adi bizim bildiyimiz Rho-dur. M bölünsün V ilə tapılır. Əgər havada başqa qazlar olmasa, yalnız su buxarının yaratdığı təzyiqə parsial təzyiq deyilir. Rho-RT bölünsün M düsturundan tapılır. Nisbi rütubət fi hərfindən işarə olunur. Fi bərabərdir. Rho böl, Rho 0 vur 100% də tapa bilərsiniz. Fi bərabərdir. P böl P0 vur 100% də tapa bilərsiniz. Fi bərabərdir. M böl N0 vur 100% tapa bilərsiniz. İndi uşaqlar, bəzən məsələdə elə verir ki, siz bilmirsiniz hansı doyan buxarındır. Yəni Rho 0, P0, N0 doyan buxara aid kəmiyyətlərdir. Hansı N0-dır, hansı N-dir? Və yaxud sizə verilib 2 dənə təzyiq. Hansı P-dir, hansı P0-dır? Bunu bilirsiniz, əgər tapa bilmirsinizsə, İmtahanda belə bir şey edə bilərsiniz. Nisbi rütubət maksimum 100% ala bilər qiymət. Yəni 100%-dən böyük qiymət ala bilməz. Bundan istifadə etsəz, böyüyü heç vaxt sürətə qoymayın. Çünki böyük, məsələn, birini verib 12, birini verib 8. 12-ni gedib sürətə qoyub 12 böl 8 vur 100% yaza bilməzsiniz. Çünki siz böyük kəmiyyəti sürətə qoyanda böyük qiymət alacaqsınız. Yəni 100-dən böyük olacaq. Nisbi rütubət də 100-dən böyük qiymət ala bilməz. Ona görə həmişə əgər çaşsanız, bilməsəz hansını hara qoyasınız, onda kiçiyi həmişə sürətə qoyun. Onda cavabınız düz alınacaqdır. Kiçik kəmiyyət, məsələn, biri 8, biri 12-dirsə, 8-i sürətə, 12-ni məxrəcə qoyun. Onda cavab alınacaqdır. Ümid edirəm ki, aydın oldu. Nisbi rütubəti, deyim ki, şeh nöqtəsində nisbi rütubət 100% olur. Baxın, böhran temperaturu var.
Böhran temperaturundan böyük temperaturlarda maddə ancaq qaz halında olur, maye halına çevrilə bilmir. Böhran temperaturunu belə göstərir. Baxın, bu nöqtəyə uyğun gəlir böhran. Bundan böyük temperaturlarda maddə qaz halında olur. İstənilən təzyiqdə biz onu sıxsaq belə mayeyə çevrilmir. Böhrandan kiçikdə isə mayeyə çevrilir. Bu da yenə nəzəri bir sualdır, düşə bilər. Sonra nisbi rütubəti ölçən cihazlar var. Deyim ki, higrometrlə ölçülür. Bir var metal higrometr, bir var tüklü higrometr. Metal higrometr şeh nöqtəsini ölçür. Tüklü higrometr isə nisbi rütubəti ölçür. Tüklü higrometrdə insan tükündən hazırlanır. Yəni iş prinsipi yağsızlaşdırılmış insan tükünün uzanmasına əsaslanır. İndi bir də var ki, psixrometr. Psixrometrlə də nisbi rütubəti ölçürlər. 2 növü var. Baxın. Quru, bir də yaş. Quru otağın temperaturunu ölçür. Yəni kiçik teni. Yaş nisbi rütubəti ölçmür. Lakin nisbi rütubət, baxın, yaşla quru arasındakı fərq nə qədər azdırsa, orada nisbi rütubət o qədər böyük olur. Deməli, quru ilə yaş arasındakı fərq nə qədər azdırsa, nisbi rütubət orada o qədər böyük olur. Yəni, bunda da fərqin az olması üçün yaş termometrin göstərişi çox olmalıdır. Əgər siz imtahanda unutsanız ki, hə, müəllim, azda mı görəsən nisbi rütubət böyükdür, çoxda mı? Baxırsınız yaş termometrin göstərişinə, psixrometrin göstərişinə. Yaş psixrometrin göstərişi harda çoxdursa, onu götürürsünüz. Məsələn, birində 20-ni göstərir. Tutaq ki, belə bir termometr verilib də. Quruların göstərişi hər ikisində 20-dir. Yaşı da biri 18-dir, biri 16-dır. Fikir verirsinizsə, bu ikisi arasındakı fərq 2-dir, bu ikisi arasındakı 4-dür. Avtomatik buradakı nisbi rütubət daha çoxdur. Yox, bunu unutsanız, kiçik böyük söhbətini unutsanız, baxırsınız yaşın göstərişinə. Yaşın göstərişi harada böyükdürsə, orada da nisbi rütubəti böyük götürürsünüz. Fərq də orada böyük olur. Bu harda keçərlidir? Quru termometrlərin göstərişləri bərabər olanda. Bu şəkildə tapa bilərsiniz. Bu da oldu bizim doyan doymayan nisbi rütubət haqqında məlumatımız. Keçək indi sonuncu mövzu bərk cisimlər və mayələrin xassələrinə. Birinci növbədə gəlir səthi gərilmə qüvvəsi. Cismin mayenin səthini kiçiltməyə çalışan qüvvəyə deyilir. F bərabərdir sigma L ilə tapılır. Sigma səthi gərilmə əmsalıdır. Yalnız maddənin növündən bir də temperaturdan asılıdır. Qalan neçədən asılı deyil. L aça bilərəm. Sigma vurulsun 2 pi yerinə. Bu şəkildə ala bilərəm. Niyə 2 pi yerinə açıram? Məsələn, A kvadratından açmıram. Uşaqlar, səthin sayısı ən kiçik olan həndəsi fiqur dairədir, çevrədir. Və mayelər həmişə çalışırlar ki, sətlərinin sayısını kiçiltsinlər, yəni çevrə formasını alsınlar. Ona görə 2 pi yerindən açırıq. Burada var mayenin əyri səthində yaranan təzyiq. Bunu da tapanda yazıram ki, P bərabərdir F bölünsün S. Buradan F'i sigma L ilə açıram, S'i də pi r kvadratından. L'i də 2 pi r ilə açsam, sigma vurulsun 2 pi r bölünsün pi r kvadrat. Pi'lər gedir, qalır 2 sigma bölünsün r. Bir kapillər boruya gələndə diametri millimetr və ya ondan kiçik tərtibdə olan borulara kapillər boru deyilir. Kapillər boruda istidadan maye aşağı inir, istidadan maye yuxarı qalxır, istidatmayan maye aşağı düşürdü. İndi kapillər boruda belə bir məsələ var. Orada var kütlə, orada var təzyiq, çəki. Bunları necə tapırıq? Təzyiqi tapdım, 2 sigma bölürdü. Çəkini tapanda P bərabərdir F'ə. F bərabərdir sigma ilə. L'ı da istəsəm buradan açaram 2 pi r sigma və ya pi d sigma da yaza bilərəm. Bəs kütlə M bərabərdir F bölünsün J. Buradan F açıram sigma L bölünsün J. R'i də açıram 2 pi r sigma bölünsün J. Həcm V bərabər M böl rho. Sadəcə M'in düsturlarını yerinə qoyub rhoya vururam. Bərabərdir 2 pi r sigma bölünsün rho J. Bir də var, ən çox bizdə istifadə olunan düstur mayenin hündürlük düsturu. H bərabərdir 2 sigma bölünsün rho J R-dir. Və yaxud 4 sigma bölünsün rho J-dir. Bunu unutmayın. Çünki imtahana düşən suallardan biridir. Gəlirik mexaniki gərginlik. Mexaniki gərginlik sigma bərabərdir F bölünsün S-lə də tapılır uşaqlar. Epsilon Y düsturundan da tapılır. Epsilon burada nisbi uzanmadır, vahidi yoxdur, atsız kəmiyyətdir. Başlanğıc uzunluqdan baxın, unutmayın. Epsilon düsturu var. Delta L bölü E0. Və buradakı E0-dan asılı deyil. Başqa düsturuna gətirdiyiniz bütün kəmiyyətlərdən asılı ola bilər. Lakin E0-dan asılı deyil. Buna aid çox sual düşür qəbula. Burada Y isə Young moduldur. Yenə heç nədən asılı deyil.
vahidi də 1 paskaldır. Sigmanın da vahidi paskaldır. Y-nin vahidi də paskaldır. F bölü S ilə aça bilərəm. F istəsəm MJ ilə açaram. Sigma S-i də istəsəm pi r kvadratından aça bilərəm. Vahidləri də dedik paskaldır. Bir də var burada sərtlik əmsalı. Sərtlik əmsalını necə tapırıq? Sərtlik əmsalının düsturu K bərabər S bölünsün E0-dır. Sərtlik əmsalı yalnız bu düsturdakı kəmiyyətlərdə nasıldır? Yəni ki, mən gedib orada delta L-dən F-dən yenə sərtlik əmsalının asıllığı yoxdur. Delta L-də mütləq uzanmadır. Mütləq uzanma asılı olur. Başlanğıc uzunluqdan və s. asılı olur. Sadəcə nisbi uzanmanı yadınızda saxlayın ki, L0-dan heç vaxt asılı olmur. Yəni, sabit olmalıdır. Bu şəkildə yazırıq. Belə, məncə orada başqa bir nəzəri məlumat qalmadı. Oldu.